Qarabağın Çempionlar Liqasının play-off mərhələsində rəqibi olan Newcastle United klubunu bu videoda daha yaxından tanıyacağıq. İngiltərə futbolunun köklü klublarından biri olan Newcastle United son illər həm Premyer Liqada, həm də Avropa səhnəsində diqqət mərkəzinə düşməyi bacarıb. Newcastle United futbol klubu 1892-ci ildə yaradılıb. İngiltərənin ən qədim klublarından biri hesab olunur. Komanda ev oyunlarını təxminən 52 min tamaşaçı tutumuna malik olan məşhur St. James Park stadionunda keçirir. Bu stadion Premyer Liqanın ən çətin atmosferə malik arenalarından biri kimi tanınır. Klubun ləqəbi isə Sağsağanlardır. Tarixi uğurlarını nəzərə salsaq, Newcastle United 4 dəfə İngiltərə çempionluq, 6 dəfə isə FA Cup turnirinin qalibi adını qazanıb. Klub uzun illər çempionluq uğrunda mübarizə aparmasa da, son dövrlərdə yenidən ideal komandalar sırasında yer almağa başlayır. Newcastle-ın son illərdə yüksəlişinin əsas səbəbi 2021-ci ildə klubu Səudiyyə Ərəbistan PIF qrupu tərəfindən satın alınmasıdır. Bu satın almadan sonra klub maliyyə imkanlarında ciddi şəkildə artdı və Newcastle transfer bazarında daha aktiv oldu və heyətinə keyfiyyətli futbolçular cəlb etməyə başladı. 2021-ci ildə Newcastle United Premyer Liqada orta səviyyəli komanda statusundan çıxaraq ideal klublarından birinə çevrildi. Bu inkişafın baş məşqçi Eddie Howe'un rolu böyükdür. Eddie Howe 2021-ci ildən etibarən komandaya rəhbərlik etdi və qısa müddətdə Newcastle öz oyun fəlsəfəsini qəbul etdirə bilibdir. Eddie Howe'un ən çox üstünlük verdiyi oyun sistemi 4-3-3 sistemidir. Bu sistem Newcastle United-ə yüksək pressing və sürətli hücumlar, fiziki gücə əsaslanan futbol oynayır. Komanda topu itirdikdən sonra dərhal təzyiq göstərir və hücumlar zamanı sürətli keçidlərlə rəqib müdafiəsini yarmağa çalışır. Newcastle oyun üslubu klassik İngilis futbolunu xatırladır. Yüksək temp, sərt mübarizə, fiziki üstünlük ön plandadır. Klubu tarixindən danışarkən Newcastle-ın ən böyük əfsanələrindən biri də Alan Shearer'dir. Alan Shearer Newcastle heyətində 405 oyuna çıxıb və 206 qol vurmağı bacarıb. O təkcə klub tarixində deyil, ümumilikdə Premyer Liqa tarixinin ən məhsuldar oyunçusudur. O Premyer Liqada vurduğu 260 qolla turnir tarixinin ən çox qol vuran futbolçusu rekordçusu olaraq statusunu qoruyur. Hazırki heyətdə və maliyyə gücünə baxdıqda Newcastle United futbolçularının ümumi dəyəri transfer marka görə təxminən 711,55 milyon avro təşkil edir. Bu göstərici klubun Avropa güclü komandalar sırasında yer aldığını göstərir. Klubun ən bahalı transferi vaxtı ilə Alexander Isak olubdur. İsveçli hücumçu Newcastle United-in heyətində göstərdiyi uğurlu çıxışdan sonra Liverpool klubuna transfer edilibdir. Bu transfer Newcastle tarixinin ən bahalı satışlarından biri kimi də yadda qalıbdır. Cari heyətdə Newcastle United-in əsas aparıcı futbolçularından biri də Bruno Guimaraes-dir. O, həm orta xəttdə oyun tempini müəyyənləşdirir, həm hücumlara dəstək verərək komandaya ciddi töhfələr verir. Bu mövsüm Premyer Liqada Newcastle-ın ən çox qol vuran futbolçularından məhz Bruno Guimaraes-dir. Bu 8 qol vurmağı bacarıbdır. Hazırda Newcastle United Premyer Liqanın 23-cü turundan sonra 33 xalla 9-cu pillədə qərarlaşıb. Bu nəticə klubun Avropa kuboklarında uğrunda mübarizədə hələ də idealı olduğunu göstərir. Ümumilikdə Newcastle United həm tarixi, həm maliyyə gücü, həm də müasir oyun üslubu baxımından Qarabağ üçün kifayət qədər ciddi rəqibdir. Çempionlar Liqasının play-off mərhələsində bizə yüksək temp, gərgin mübarizə və maraqlı qarşılaşma gözləyir. Bu qədər. Videonun sonuna çatdıq. Sağ olun, salamat qalın.